Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademi Liseyi üzrə Riyaziyyat və Məntiq müəllimi Aysel Əhmədova. Bugün sizlərlə riyaziyyat sınaq suallarının həllərinə baxacağıq. İlk növbədə 11-ci sualdan başlayırıq. Ədəd 50 dəfə azalanda neçə faiz azalır? Təbii ki də burada biz birinci bir dənə istənilən A ədədi götürürük. Bu əvvəlcə 100% idi. Və daha sonra deyir 50 dəfə azaldıqda, yəni A bölək 50 bir K faizi yazaq. Bizə K lazımdır. K faizini tapmaq üçün K bərabərdir qoyaq. K bərabərdir. Bu A məxrəcə düşər. 100 vurulsun A bölək 50-yə. 100 ilə 50 getdi ixtisara 2 qaldı. Yəni 2A bölək A. A'lar da getdi 2 qaldı. Çox nəfər 2 götürür, lakin 2 deyil. Çünki əvvəl 100% idi. İndi olub 2%. Neçə faiz azalıb? 98% azalıb. Yəni 100-dən 2-yə düşübsə 98% azalmış olur. Keçirik növbəti suala. Növbəti sualımız məhlul məsələlərinə aid bir sualdır ki, məhlul məsələlərinə aid suallarda isə belə həll edirik ki, 6 ton 96 faizli spirtə neçə tondir su əlavə etmək lazımdır ki, 80 faizli spirt məhlul alınsın. Biz demişik ki, maddə vurulsun 100%, bölünsün məhlul. Bu düstura əsasən indi bizə deyir ki, su əlavə olunsun. Su təbii ki də maddənin miqdarını artırmır ki, məhlulun miqdarını artırır. Ona görə maddəni vururam 100-ə, məhlul üstünə gəlirəm su. Təbii ki də düstur ikinci yazdığım düstur olacaq. 6 ton, məhlulum 6 tondur, yazıram məhlul 6. 6-nın 96%-ni tapıram. Bu mənim maddəmi verəcək təbii ki də. Bu da edəcək 6 vur 96 bölək 100, 5 tam %76 da maddəmdir. İndi gətirib yerinə yazsaq hər birini. Maddə vurulsun 100. Maddəmiz oldu 5 tam %76 vuraq 100. Bölünsün məhlul 6 üstə gələk su bərabərdir deyir. Neçə faizli olsun? 80 faizli. Təbii ki də surəti vuranda 576, 6 qarşı-qarşıya vursam 480 üstə gələk 80 suya. Bunu digər tərəfə keçirsəm 576-dan 480 çıxsam alınır neçə? 96. Bərabərdir 80 su. Suyu taparkən isə 96-yı bölməliyəm 80-ə. Bu da edir 1,2. Yəni 1,2 litr su əlavə etmək lazım imiş. Keçirik növbəti sualımıza. Növbəti sualda isə bizə belə bir asan bir suallar verilir ki, -4,3 və 5,3 ədədlər arasında yerləşən tam ədədlərin cəmi. -4,3-də -4, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5 bitdi. Bunların cəmini tapanda isə -4 ilə bu 4 toplasaq 0, -3 ilə bu 2, 1 getdi, yalnız 5 qaldı. Cavab da 5 olacaq. Çünki mənfi ədədlərlə müsbət ədəd topladıqda 0 verir. Yəni bunları toplasaq islah olur sözün əsl mənasında, belə desək. Daha sonra keçirik nəyə? 2 toplananlardan birinə 10, digərinə -13 əlavə edilsə cəm necə dəyişər? Siz bura ədəddə qoya bilərsiniz. A-dan, B-dən də istifadə edə bilərsiniz. Hər iki hal doğrudur. Yəni biz yaza bilərik ki, məsələn, A üstə gələk B və yaxud da ki, sizə rahat olsun deyə A ilə B ilə yazmaq əvəzi yazaram 7 üstünə gələk 3 bərabərdir 10. Deyir, indi 7-nin üstünə 10 gəlsəm 70, üstə gəl, -13 gəndə yəni çıxaq 10 olur. 17 çıxaq 10, yəni birincini 10, digərini isə -13 qədər, yəni müsbət 3-ün üstə -13 gələndə -10. Bu edəcək 7. Cəm necə dəyişdi? Əvvəl 10 idi, indi olub 7. 3 vahid azalar. Cavab oldu D variantı. Keçirik növbəti suala. Növbəti sualımızda isə belə bir ifadələr verilib bizə. 5-dəki ədədinin deyir, tərsi olan ədəd. Tərs nə deməkdir? 5-də 2 yazıram. Əgər tərs deyirsəz, məxrəclə surət yerini dəyişməlidir.
Yəni olacaq 2-də 5, yəni 2,5 A variantı. Əksi desə mənfisini götürərdik, Y variantı olardı. 16-cı sualda isə modullar toplanıb 0 olub. Modul nə zaman toplansa 0-a bərabərdir? Təbii ki də hər bir ayrı aralıqda 0 olsa. Buna görə də biz x çıxaq A plus 3 bərabərdir 0 yazıram. Yəni x çıxaq A mənfi 3-dür. Y plus B isə buradan yazıram ki, o zaman 13-dür. Çünki çıxaq 13 bərabərdir 0, Y plus B də müsbət 13-dür. Bunu bizdən A çıxaq B-ni soruşur axı. Biz ona görə də nə edirik? Yuxarı ilə aşağı burada da plusu verib bizə. Ona görə toplayıram. X plus Y çıxaq A plus B bərabər toplayanda 10 edir. Bu da 5-dir. Bu ifadə 5. 5-i digər tərəfə keçsə mənfi A üstə B bərabərdir elə müsbət 5-ə. Amma bizdən A çıxaq B-ni soruşur. Ona görə də hər tərəfi mənfiyə bölürəm. Müsbət A çıxaq B bərabərdir mənfi 5. A çıxaq B mənfi 5 oldu. B variantı. Keçirik növbəti suala. Növbəti sual. 2 ədədin ədədli ortası 12,1-dir. Yəni 2 ədəd götürürəm. Deyir bu ədədlərdən biri 12,1-dir. Yəni 12,1 yox, əslində 100%. Üstə gələk x bölürəm 2-yə və cavab yenidən alınır 12,1. Və biz bu zaman bunu qarşı-qarşıya vursaq 12,1 plus x bərabərdir 24,2. X-i taparkən isə 24,2-dən 12,1 çıxaram. Yenə 12,1 qalır. Digər ədədim də yenə 12,1 imiş. Keçirəm növbəti ədədə. Növbəti sualımızda isə bizə deyir ki, x və y müsbət ədədlərdir. Təbii ki də müsbətdə istədiyiniz ədədi qoya bilərsiniz. 1-lə 2-ni qoy. Deyir ifadələrdən hansı ən kiçikdir? Mən 2-dən 1 çıxsam 1, mənfi də qabaqda var deyə mənfi 1. X-dan bu mənfi 1, qabaqda müsbət 1, mənfi 1 və x plus y 3, mənfi 3. Hansı ən kiçikdir? Mənfi ədəd varsa ən kiçik, ən böyük ədəd elə ən kiçikdir. Mənfi 3 ən kiçik oldu. Daha sonra keçirik 19 və 20-ci suallara. İndi bizə belə bir sualdır ki, ifadəsini çoxədli şəklində göstərin. Yəni biz bunu vurub açmalıyıq. Birinciyi vursam 2a-nın kvadratı üstə gələk 3ab üstə gələk 2ab üstə gələk 3b-nin kvadratı çıxaq 2a-nın kvadratı çıxaq 5ab üstə gələk a. Biz bunu sadələşdirsək 2 kvadratları getdi. 5ab bunu toplayanda burada da 5ab getdi. Qaldı 3b-nin kvadratı üstə gələk a. 3b-nin kvadratı üstə gələk a. A variantı doğru cavabdır. Keçirik növbəti suala. Növbəti sualda isə bizə ifadəsinin qiymətini tapın. Mən bu ifadədən 5-i mötərizə xaricinə çıxarsam x çıxaq y qalır. X çıxaq y-in də qiyməti 6,5-dir. 6,5-i də vuraram. Bu da edər bizdə 32,5 B variantı. Bugünkü sınağımızın izahı bu qədər. İnşallah ki sizlər üçün aydın oldu. Nə qaranlıq qaldısa, rey bölmələrində yazmağı unutmayın. Hələlik.